acı bir hekayə ilə qarşınızdayam. Bir həftə qabaq 2020-ci ildən istifadə elədiyim naşniki, yəni AirPods-u itirmişəm. Bugün də qarşınızda yeni AirPods Pro 2 ilə burada oturmuşdum. Güya da o qədər də önəmli yoxdur. AirPods Pro 2 istədim bunu sizə göstərim. Çünki Apple deyir ki, çox yeni yeniliklərlə gəlib, amma yenilikləri nədir? Çox da böyük bir şey deyil. 1-2 dəqiqə vaxtınızı alacağım. AirPods Pro 2-ci nəsil, second generation. Bir-iki dənə özəlliyi var, çox yoxdur, gəlin keçək olar. Amma qiymətini də deyim, T-Mobile-dan almışam, 12 aylıq, 20 dollara. Qutu, səhv eləmirəmsə, belə açılır. Burada belə bir dənə kitab qarşılayır sizi. AirPods Pro-nun bütün özəllikləri, şəkilləri falan. Nə var, nə yox, odur. Mənim özümdən asılı deyil. Bunlara lazımsız kitablıqlar deyirəm. Və möhtəşəm. Burada içində belə qəşəng qutu var. Gəlin elə onun içinə qoyaq. Və gözlədiyim an. Apple bu il dəyişiklik eləyib. Bildiyiniz kimi köhnə AirPodlarda o USB aydı, nəmsəydi, beydi, oydu. Bekidi bilmirəm. Hamıya lazım olan bu portları dəyişib. USB-C port eləyib. İki tərəfli. Gözəl. Burada maraqlı olan bir dənə şey var. Bunun altında həmişə o kitaylar, zadlar video çəkir, güya nəsə var, amma heç nə yoxdur uşaqlar. Yəni, cırıb dağıtmayın korobkasını. Burada bir dənə gözəl bir şey var. Hər qulağın ölçüsünə görə, nəsə bunun adı nədir bilmirəm. Qoruyucu da, rezin. Amma keyfiyyətlidir. Gözəl, bəyənilsin, həqiqətən bəyənilsin. Bu da xoşuma gəldi. Bu AirPods Pro 2-ci haqqında Apple deyir ki, bu naşniklər səs boğucu özəlliyi var. Yəni, sanki külək zad heç nə yoxdur. Bunun da adını qoyublar H2 çipi. Yeni dəyişikliklərdən biri də budur. Tam zaretka ilə də bilmirəm, yəni nə qədər gedir, yeniyir, gün göstərəcək. Ən sevindirici halı USB-C olmağı da artıq maşında da, evdə də 2 dənə olacaq. Bir xeyirli olsun alaram. Bu hansıdır bu? Right-dır. Biraz qəribə görsənir, amma ciddi. Bu dəqiqə burada mahnı gedir. Yəni, mən onu naşnik taxanda eşitmirəm. Bir dənə də yoxlayacağım. Möhtəşəm. Gözəl. Onu qeyd edeyim ki, hələ naşnikdə mahnı və yaxud da nəsə bir şey səslənmir də, yəni boşdur. Amma H2 öz sözünü deyir. Öpürəm Steve Jobs, qardaşım. Almağa dəyər uşaqlar. Yəni, əgər kimsə təzə naşnik almaq istəyirsə, şiddətli məsləhət görürəm, getsin, alsın. Yəni, gözəl. AirPods Pro 2 öz sözünü deyir. Mən deyirdilər, inanmırdım. Amma yəni, təsdiqini tapdı. Bir xeyirli olsun alaram. Bir xeyirli olsun like-ı da gözləyərəm. Və bu arada kanalıma da abunə olub videoları da bəyənməyi unutmayın. Özünüzdən müğayət olun. Növbəti videolarda görüşərik.